otdur, köhnə keçən ilki otdur, bu ilkidir. Əsas buradakilar bu ilkidir. Mən də köhnə piyasayım. Köhnə ilə təzənin qiymətdə nə qədər fərq var? 2 manat qiymətdə fərq var. 2 manat ucuzdur. Neçə verdin? 5 manat 50 köpəyə verdim. Amma təzələr neçədir? Təzələr 4.50-yə, 4-ə, 3.50-yə belə. Amma yağışa düşmüş kimi. Bu nədir? Ot, hansı ot? Yoncadır, ikinci qismi təmiz yonca. Göv maşını satılır. Bəli, bəli. Bu köhnə ilə təzədə fərq nədir ki? Quruluğunda fərq var da, kökəlmək təzələr üçün ayrıdır. Kökəlmək üçün, sütlü üçün ayrıdır. Ətli üçün olan otlarımız var, süt üçün olan otlarımız var. Belə. Yəni bu hamısını aldılar değil mi? Bəli, bəli, bütün maşını satılır. Halan Səlyan otu. Səlyanə. Yonca pres. Bu təzəsidir ya köhnəsindən? Təzə pisimdir. Neçədir qiymət? Birinci pisimdir. 3.50-yə, 3 manata. Hamısı. Baxır presə. Göy yoncalar 4 manata, 4.50. Burada hansı otlardan var? Burada var birinci pisim, köhnə yonca. Bu adların nə? Adların deyəndə bu var köhnə yonca 5 manata. Ha. Var birinci pisim, təzə yonca 3.50-yə. Bence köhnələr bahadır. Köhnələr bahadır əlbəttə. Yoncadır. Niyə belə? O təmiz gül yoncadır, bu birinci pisimdir, təzə pisimdir. Ona görə. Və indi belə deyək, satış nətərdir, alış nətərdir? Satış çox pis, imkan vermirlər satış eləyək. Ümumiyyətlə alıcılıq qabiliyyəti var. Alıcılıq çox zəifdir. Bazar yəni yoxdur. Bazardan əlavə yük vurursan, gətirib satmaq olmur. Alan yox, çox zəif. Hazırda məsələn, yalnız yonca da bazarda. Yonca da var, nə? Sonra başqa nə ot? Başqa yox, ancaq yoncadır. O təzəsi köhnəsi, hə? Təzədir, köhnədir, bəli. Qiymətlərdə 2 manat fərq var. Qiymətlərdə də 2 manat fərq var. Məsələn, keçən il necə, qiymətlər necə idi? Keçənlər yaxşı idi. Neçə satıldı? Keçənlər satırdıq 5 manata, 6 manata. Sərf edirdin mi? Hə, sərf eləyirdi. Bu illər bu il çox zəif. Hər şeyin də qiymətini qaldırırlar. Çox zəif. Nədir belə? Mən Cəlilabad rayon Aslanlı kəndindənəm. Nə oldu? Pres almışam, amma sərf eləmir. Nədir bu, yoncadır ya? Bu yoncadır, birinci biçimdir. Göydür də, sudur. İndi məcbur qalıb aparaq. Neçədir? 4 manat 50 qəpiyə. 3 manatı da var axı burada. 3 manata deyəndə 3 manatlıq heç mal yemir. Yemir. Yox, yemir. Amma köhnələr necədir? Köhnələr 7 manatdır. Hazırda məsələn təzə çıxan təkcə yoncadır, başqa otlar çıxmır da. Başqa ot yox çıxmır, bu da yonca çıxır. Belə deyək, bu sərf edilmişsə bu. Yox, eləmir. Eləmir, sərf eləmir. Mal saxlamaq ümumiyyətlə sərf eləmir. Və indi məsələn bundan sonra qiymətlər düşə bilərmi? Yox, düşməyəcək. Ancaq qalxmaq söhbətidir, düşmək söhbəti yox. Təzə yonca nə vaxtdan çıxıb bazara? Təzə yonca harasa bir həftədir. Bir həftədir. Bir həftə. Və qiymətlər də ki, Qiymətlər də ki bahadır. malın özü necə keyfiyyəti? Malın özünün keyfiyyəti valla mal ucuzdur, getmir pula. Yoncanı deyirəm. Yoncanın keyfiyyəti indiki keyfiyyət hesat. Birinci biçimdir, nəm qarışıq otdur, zəifdir. İkinci biçim, üçüncü biçim yaxşı olur, o da baha olur. Baha olur. Yəni onların da var çıxmaq. Onlar hardasa çıxacaq iyunun 10-u, iyunun 15-i beləncə. Bu birinci biçimdə belə adətən məsələn meyvələrdə birinci dəri həmişə iri olur, yaxşı olur. Yox, bunun mal yaxşı yemir. Yəsən Bunu elə bil ki, yeri təmizləyirlər də. Yerin məsəl üçün o əlavə çıxan nəm tikanın zadını biçirlər, təmizləyirlər. İkinci biçim təmiz çıxır. təmiz çıxır. Bəli, bəli. Necə köhnəsini almadı onda? Köhnəsi 7 manatdır. Mənim gücüm çatmır. 7 manata nə verəcəm, nə də onun nə tutun olacaq. Nə qədər aldın? Neçədən aldın? Bir 20 dənə aldım. 4 manat 50 şöyə. 4 manat 50 qəpiyə, bəli. Amma aşağı vermədilər. Aşağı vermir, yox. Amma ucuzları da sərf eləmir. Ucuzları da sərf eləmir. Yəni mal yemir də, tikandır.